Kəlbəcər Turizm Mərkəzi üçün 247 min manatlıq müqavilə bağlanıb. Dövlət Turizm Agentliyi Kəlbəcərdə həyata keçirilməsi planlaşdırılan turizm layihəsi ilə bağlı satın alma həyata keçirib. Məlumata əsasən satın almanın qalibi olan şirkət də məlum olub. Turizm istiqamətində bağlanan müqavilənin dəyərini və digər məsələləri müzakirə edəcəyik. Onda qeyd edək ki, bir neçə gündür layihə üzrə işlərin icrasına artıq başlanılıb. Lakin bu ilin sentyabrına qədər həmin layihənin başa çatdırılması nəzərdə tutulur. Bütövlükdə Qarabağın turizm imkanlarından danışacağıq. Qonağımız isə Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, turizm mütəxəssisi Ruslan Quliyevdir. Salam Ruslan müəllim, xoş gördük sizi. Hər vaxtınız xeyir olsun, salamlayıram bütün. Xoş gəlmisiniz bir daha. Ruslan müəllim, qeyd elədiyim kimi əslində biz azad ərazilərin turizm imkanlarından danışacağıq, amma öncə istəyərdim elə Kəlbəcərdən başlayaq. Çünki Kəlbəcərin soruşmaq istərdim ki, coğrafiyası turizm potensialına nə qədər təsir göstərir? Yəni ki, çünki bu yeni bir layihə həyata keçirilir Kəlbəcər üzərində. Təşəkkür edirəm. Xatırlayırsınızsa, 1-2 il bundan öncə Qlobal Turizm Forumundan sonra bizim bu studiyada bir müsahibəmiz olmuşdu və orada biz böyük qayıdış planı haqqında, deməli, azad olunmuş ərazilərdə quruculuq və bərpa işləri və paralel olaraq müxtəlif sahələr üzrə, eyni zamanda iqtisadi blokda həyata keçirilən layihələr haqqında danışmışdıq. Əslində, bugün bu xəbər çox sevindirici bir xəbərdir. Yəni, artıq məhz Kəlbəcər üzrə artıq layihələrin ikinci fazasına daxil olmuşuq. Düşünürəm ki, bu proses davam elətdirilməlidir və Şərqi Zəngəzur iqtisadi rayonu, Qarabağ iqtisadi rayonunda mərhələli şəkildə investisiya layihələrini məhz yerli və xarici investorlar üçün davam etdirmək lazımdır və bununla bağlı da, yəni dövlətin iradəsi ortadadır və bu gün Dünya Bankının hesabatlarında, Doing Business indikatorlarına görə həyata keçirilən islahatlar təbii ki, öz bəhrəsini verəcək. Yəni, bu da birbaşa investisiya mühitinin şəffaf olmasına, əlçatan olmasına şərait yaradır. Kəlbəcərlə bağlı onu qeyd edə bilərik ki, biz baxdığımızda demək olar ki, turizmin bütün alternativ növlərinin inkişaf elətdirilməsi üçün, tətbiqi üçün şərait var. Birinci etapda düşünürəm ki, hər hansı bir sahə üzrə və yaxud da kompleks şəkildə, istər ekoturizm, sağlamlıq turizmi, onun vahid xəritəsinin hazırlanmasına ehtiyac var və ənənəvi olaraq baxmalıyıq ki, indiyə qədər bizim hansı ənənələrimiz olub, hansı, belə deyim də, bir yaddaşımızda həkk olunan bu və postsosialist məkanında, Sovet məkanında hansı turizm növləri tətbiq olunub və ondan sonraki etapda da yeni marşrutların, çeşitli marşrutların yaradılması, sağlamlıq turizm mərkəzlərinin yaradılması və bu gün artıq biz görürük ki, artıq Azərbaycanın son 10 illiklərdə dağ turizm mərkəzlərinin yaradılması ilə bağlı bir təcrübəsi mövcuddur, ən müasir formada. Burada yalnız yatırım rol oynamır, burada həm kadrların hazırlanması və bunun sistemli şəkildə məhsul olaraq tanıdılması istiqamətində uğurlu addımlar atılır. Baxdığımızda, yəni təbii ki, Kəlbəcər deyə bilərik ki, Cənubi Qafqazın sağlamlıq turizmi üzrə bir gözdəsidir də, belə deyək də, bir parlayan birincisidir və onun keçmiş şöhrətini biz qaytarmaq üçün əlimizdən gələni etməliyik və təbii ki, burada ictimai təsisatlardır, özəl dövlət sektor əməkdaşlığı və bundan başqa ekoloji turizm qeyd edə bilərik, aqroturizm elementləri ilə ekoturizmin vəhdəti, bundan başqa aktiv turizm imkanları, məsələ atçılıq, horsingdir, belə deyək də, trekkingdir, piyada marşrutlarının tətbiq olunması və təbii ki, son zamanlarda deməli Şuşada, Xankəndində və Füzulidə, Zəngilanda keçirilən mötəbər tədbirlər, hava limanlarının, qovşaqlarının mövcud olması da əlavə alt məhsulların yaradılmasına da böyük bir imkan yaradır və son zamanlarda biz görürük ki, yəni Kəlbəcərdə həqiqətən də bal festivalı timsalında digər tədbirlər həyata keçirilir və düşünürəm biz qayıdış proqramlarında deməli məskunlaşmadan məşğulluğa yox, məşğulluqdan məskunlaşmaya
daha çox aksent eləməliyik. Çünki birinci, burada yaşamaq istəyən və burada layihə həyata keçirmək istəyən və yaxud investisiya yatırmaq istəyən insanları ilk növbədə bu layihələrdə iştirak etməyə təşviq etməliyik. Mənim keçmiş tədbirlərdə də olan təkliflərim içərisində biz düşünürük ki, kiçik, orta sahibkarlıqla bağlı əsas, yəni iri sahibkarlıq öz yerində, bu sahədə müxtəlif dövlətlə bərabər özəl sektorun bir investisiya layihələri olmalıdır. Yəni, bu gün hər hansı bir, tutaq ki, Azərbaycan vətəndaşı və yaxud turizm sahəsində çalışan insan müxtəlif, deməli, yatırımlı, məbləğli, deməli, investisiya layihələrini istər ölkədə həyata keçirilən mötəbər forumlarda və ya xarici ölkələrdə və yaxud da turizm sərgilərinin hansısa bölmələrində və yaxud da ixtisaslaşmış beynəlxalq sərgilərdə təqdim etmək fürsəti olmalıdır. Və burada da təbii ki, dövlət də bunun təşviq mexanizmlərini tətbiq edərək və bir növ dövlət də hansısa formada bunun bir qarantı olaraq biz müxtəlif ölkələrdən çox investorlar cəlb edə bilərik. İndi dünyanı müharibə təhdidi bürüyübdür. Yəni qlobal müharibələr, ondan sonra deməli məhdudiyyətlər, ölkələrin bağlanması bu bizə bir fürsət verir. Təbii ki, biz birgə yaşayış prinsiplərinə sadiqik, qonşularımızla hər zaman yaxşı münasibətlərdəyik. Yəni biz fürsət gözləmirik ki, yəni hardasa müharibə olsun, biz də imkanlarımız genişlənsin. Amma bu məsələlərə biz hazır olmalıyıq. Bu turist axınına da təsir edən amildir ki, yəni bu gün Azərbaycan artıq böyük bir hub rolunu oynayır. Siz əgər uçuş trayektoriyalarına baxsanız və müxtəlif formada tutaq ki, bu tətbiqləri və yaxud bu yönləndirmələri həyata keçirdiyimiz zaman biz bütün institutlar olaraq, dövlət, özəl sektoru və ictimai təşkilatlar olaraq buna hazır olmalıyıq. Yəni, Azərbaycan əl satan bir ölkədir. Burada maliyyə resurslarına çıxış imkanları araşdırılmalıdır. Təşviq siyasəti daha da genişləndirilməlidir və düşünürəm ki, bu öz bəhrəsini verəcək. Və mən həmişə sevdiyim bir söz var, yəni hər bir turist gələndə öz ayağı ilə öz, belə deyim də, investisiyasını da gətirir. Məsələn, Azərbaycanlılar, tutaq ki, müxtəlif Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və yaxud Avropada elə türklərin özündə də var ki, məsələn, Berlində, məsələn, Həsir restoranlar şəbəkəsi və s. indi Bakı restoran və s. Və bu bir növ bir tələbi oluşturur, yaradır və bundan sonraki etapda da artıq həmin ölkələrin turistlərinin bir doğma bir səyahət destinasiyasına çevrilir. Bu çox gözəl bir hekayədir və təbii ki, biz bunu fürsətə çevirməliyik. Qaldı ki, sizin sualınızın ikinci hissəsi ki, yəni ümumilikdə götürdükdə Qarabağda hansı işləri görmək olar? Biz təqdir edirik ki, bu gün paralel olaraq, yəni dövlətin infrastruktur layihələrində uğurlu iştirakı təbii ki, təşviq edir ki, burada sahibkarlığın inkişafına da, onların bu regionlara yatırım etməsinə də böyük bir imkan yaradır və burada əsasən mötəbər tədbirlərin orada keçirilməsi və artıq siz bilirsiniz də orada Qarabağa ziyarət artıq gün sayı olaraq artırılıbdır. Bir gecə 2 gündən artırılıbdır, 5 gecə 6 gün və s. və hətta xarici turistlərin də məhz tədbirlə əlaqədar deyil, ölkə turizm sənayesi nümayəndələri tərəfindən çeşidli marşrutlar hazırlanır, beynəlxalq sərgilərdə tətbiq olunur. Yəni bu ən azından bir 6 il bundan qabaq bu bir xəyal idi və çox intensivləşibdir. Yəni müəyyən statistikalar baxdığımızda həftə sonları, yəni Şuşa və onun ətrafı, Xankəndi təqribən mən 1-2 ay bundan öncənin statistikasını deyirəm. İndi havalarla əlaqədar bir səngimə var. Yəni həftə sonları 25-35 min arası, bəlkə də o say daha çoxdur ümumilikdə götürdükdə. Daha çox ziyarətçilər gəlir. Təbii ki, burada xarici turistlər, rezidentlər, burada yaşayan diplomatik nümayəndəliklər də daha çox gedir. Və
Bu marşrutlarda indi mən öz təcrübəmdən və belə deyim də bir araşdırmalarımız da onu göstərir və biz o marşrutu da keçmişik. Təsəvvür eləyin ki, Qırmızı Körpüdən gələn turist, Gürcüstan üzərindən, Avropadan gələn turist, Gəncə üzərindən Naftalan, su qovuşan, Sərsəng su anbarı, biz onun hamısını gəzmişik, çəkmişik, marşrutları zamanlama ilə müzakirə etmişik və onu bir marşrut halına salmışıq və təbii ki, Dövlət Turizm Agentliyində burada müxtəlif tövsiyələri var və onların orada gördüyü işlər var, müxtəlif su attraksiyonlarının yaradılması, marşrut üzərində pit stopların yaradılması, müxtəlif rahatlıqların təmin olunması, təbii ki, bu da əlavə imkan yaradır kimsə əlavə xidmət sahələrinin də orada inkişaf etməsinə. Biz oradan gəlib, məsələ, Ağdərə rayonu üzrə biz son vaxtda da ora infoturlar da təşkil etdik. Burada yalnız təbiət və yaxud mədəni abidələr deyil, çox zəngindir həqiqətən də. Yəni o torpaqlar çox zəngindir. Biz yalnız burada onu deyil, qan yaddaşımızı, ondan sonra bu müharibənin qoyduğu acı izləri, yəni turizm özü də bir diplomatiyadır, bir siyasətdir. Və Şuşa ətrafından təsəvvür eləyin, istər deməli, Zəfər yolu ilə və yaxud Laçın yolu üzərindən Qubadlı, Zəngilan və gələcəkdə deməli, Zəngəzur koridoru üzərindən artıq bir radial marşrutla biz yenə də turistlərimizin yolunu davam elətdirib, deməli, Türkiyə ötürür və eyni zamanda da geriyə. Və burada artıq Bakıya gəlmədən, indi mən bu günləri onu da qeyd etmək istəyirəm ki, artıq biz şimal marşrutu və şimal-qərb marşrutu üzrə həyata keçirdiyimiz turlarda artıq Bakıya gəlməyə ehtiyac yoxdur. Biz mütləq şəkildə Bakı civarlarına gəlib oradan biz yenə də yolumuzu davam edirik. Bu gün artıq Şamaxı üzərindən Göylər kəndi üzərindən və yaxud da Ağsu aşırımı üzərindən, digər Qarakənd və s. digər istiqamətlərdən deməli bu İpək yoluna çıxıb, oradan da birbaşa cənub-şərq marşrutu üzrə yenə də gəlib həmin Zəfər yoluna gəlib çıxırıq. Yəni çox çeşidlidir. Burada 3 gecə 4 günlük, 5 gecə 6 günlük marşrutlar və yaxud da müalicə elementləri ilə olan deməli paketlərin hazırlanması olduqca mükəmməldir. Sadəcə bəzi hallarda məhsulun maya dəyərinə təsir edən amillər var ki, yəni paket cazib olmalıdır və dinamik olmalıdır və seçim imkanları müxtəlif olmalıdır ki, insanlar büdcəsinə görə, zövqünə görə, istəyinə görə bu seçimləri edə bilsinlər. Ruslan müəllim, azad ərazilərdə turizm baxımından üstünlüklər daha çox nədən ibarətdir ki, turistlər daha çox ona belə də ki, üstünlük verə bilər deyə bilərik? Mən az öncə də qeyd etdim, yəni təbiət müxtəlifliyi, tarix zənginliyi, yəni burada etnoqrafik turizmdən tutmuş, mətbəx turizminə qədər, bundan sonra tarixi mədəni turlar, məsələn, Azıq mağarasını artıq indi güman edirik ki, növbəti dövrlərdə də artıq biz oranı da ziyarət edə biləcəyik. İlkin insan məskənləri marşrutu. Bu çox çeşidli bir demək, xidmət və təklif olacaq və düşünürük ki, yaş qrupları üzrə də və unikallıq ondadır ki, bugün demək olar ki, yeniyetmələrə, gənclərə yönəlik, orta yaş qrupuna yönəlik və yaxud da 3-cü yaş qrupuna yönəlik deməli təkliflərdə bütün bu dediyimiz kimi də, yəni həm Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonunda bir turizm oazisi yaratmaq olar. Bəs yer gəlmişkən bir məsələni də soruşmaq istəyərdim. Bilirsiniz ki, indi baxmayaraq ki, azad ərazilərdə quruculuq işləri davam edir, amma müəyyən problemlər də var ki, bu da mina problemidir. Baxın, mina problemi bu turizm imkanlarına nə qədər təsir göstərir? Bəli, bu mənşəyə mənbəyə məlum olmayan gizli bir düşməndir. Bu çox üzücü bir şeydir. Biz əvvəllər kinolarda, filmlərdə baxırdıq ki, hətta 50 il keçməsinə baxmayaraq, hansısa bir Rusiya şəhərində və yaxud Şərqi Almaniyada partlanmamış mərmi və s. Yəni, bu çox üzücü bir şeydir. Yəni, təsəvvür eləyin ki,
İndi nə qədər də orada təmizlik işləri getsə də, yəni mina xəritələrinin təsbit olunmaması və düzgün verilməməsi, təsəvvür edin ki, bir ekoturizm marşrutunda hər hansı bir marşrut üzərində bir fəsadın həyata keçirilməsi, yəni rəsmi açıqlamalarda da 44 günlük savaşdan sonra təqribən 400 nəfər vətəndaşımız həyatını itiribdir və düşünürəm ki, bu proses davam etdirməlidir və mütləq şəkildə dövlət instansiyalarının deməli qoyduğu qaydalar və elanlar və təlimatlara mütləq şəkildə bu hər bir şirkətin professional fəaliyyət göstərən turizm şirkətinin ən ümdə vəzifəsidir. Yəni bu gün turist əgər insansa, insan faktorundan söhbət gedirsə, təhlükəsizlik bir nömrəli məsələdir. Çünki bu dünyada baş verən proseslər, məsələn, burada qida təhlükəsizliyi də önəmlidir, %100. Hesablamalara görə, yəni 21-ci əsrin ən çox itkiləri, tələfatları elə qida təhlükəsizliyinə riayət etməmək ucbatından olacaq. Yəni belə bir proqnozlar var. Və qeyd etdiyim kimi, bugün təmizlənən ərazilərdə təbii ki, bu indi ekomarşrutların da işlənməsi zamanı siz bilirsiniz ki, yəni hər il ekomarşrutlar müxtəlif şəkildə təftiş olunmalıdır. Çünki aşınma və yaxud da hansısa tektonik hadisələr, eyni zamanda təbiət hadisələri keçən il yaratdığı marşrutları demək olar ki, tanınmaz hala sala bilir və hər bir şirkət nümayəndəsi, bələdçi ən azından deməli, həftəlik və yaxud aylıq o marşrutları, yəni turist daşıdıqları marşrutları mütləq şəkildə bir də deməli, təftiş etməlidirlər, o marşrutu keçməlidirlər. Yəni bizim bundan öncə də digər Azərbaycan regionlarla bağlı bizim elə bir problemlərimiz olur. Burada məsələ safari turlarının təşkil olunmasına çox yaxşı bir şərait ola bilər, cip safari, ondan sonra digər məzarət turizmi ilə bağlı çeşidlidir bu məsələlər. Yəni inanırıq ki, artıq burada formalaşan bu əlavə xidmət sahələri, bu sektor gələcəkdə də ora daha çox turist almasına gətirib çıxardacaq. Bu da onu təşviq edəcək ki, bizim dəyərli sahibkarlarımız ora daha çox yatırım etsinlər. Ruslan, mən bir məqamda soruşmaq istəyirəm. Daha çox, belə deyək ki, turizm sahələrində brend kimi tanınan məkanlar olur. Bizim elə özümüz də Azərbaycanda da hansısa ölkələrə gedəndə istər-istəməz brend kimi tanınan məkanlarla maraqlanırıq, daha çox onları araşdırırıq. Azərbaycanda konkret olaraq azad ərazilərdə necə brend turizm bir məkanı yaradılıbmı, yoxsa və yaxud da ki, yaradılmayıbsa əgər hansı istiqamətdə addımlar atmaq olar? Deməli, iki cür yanaşma var bu məsələdə. Məsələ, bir ölkəni, destinasiyanı tanıtmaq üçün bir beynəlxalq brendin bir şöbəsi açılır, bir franchise alınır burada, franchising. Və insanlar həmin o brend üzərindən, bu elə bir xəritə var da, tutaq ki, Azərbaycanı tanıyırlar. Amma tərsinə bir proses odur ki, milli brendi inkişaf elətdirərək dünyaya tanıtmaq. Və düşünürəm ki, bu çox aktual və vacib məsələdir. Məhz biz hər zaman məhz nəyə görə Azərbaycan? Azərbaycanda 5 önəmli faktor ki, hansı ki, dünya ölkələrində bu yoxdur. Yəni, buna biraz aksent eləməliyik və bu baxımdan da düşünürəm ki, müxtəlif belə ölkələrlə, mədəniyyətlərlə ortaq tarixlərin araşdırılaraq, burada artıq etnografiya institutu, tarix institutu, müxtəlif o turizmçilər və s. bir araya gələrək belə bir marşrutlar hazırlayıb bunu brendləşdirmək lazımdır. Məsələn, Aleksandr Düma Qafqazda marşrutu var. Bu, fransızlara xitab olunan bir marşrutdur. Ata Düma gəlibdir, qurman olubdur, mətbəx mədəniyyəti və s. Azərbaycanda Alman məskənləri marşrutu. Yəni, bilirsiniz də 19-cu əsrin əvvəllərinə etibarən bir köç. Onlar gəlməklə böyük bir sivilizasiya, mədəniyyət, şəhər salma, şərabçılıq və s. mədəniyyət gətiriblər. Yəni, bu təması görürsünüz. Yəni, bəlkə də Azərbaycan o qədər də maraqlı olmaz, amma onların əcdadlarının burada keçdiyi izi axtarmaq. Məsələn, Azərbaycanda polyak izləri. Birinci neft bumundan sonraki dövrdə müxtəlif Avropa arxitektorları və sənətkarları Azərbaycana gəlirdi. Bizim neft maqnatları deməli, sifarişlər verirdi ki, yəni müxtəlif evlər və yaxud hansısa bir idarələrin tikilməsi və
o polyaklardan, məsələn, polyak izləri marşrutu var ki, yəni sən demə o dövrdə polyaklardan da bura gəlib. Mənim üçün də çox qürur verici olar ki, mən gedim New Yorkda görüm ki, bir Azərbaycanlı bir bina tikib, onun yanında da bir şəkil çəkdirərəm. Və belə bir elementlərlə mən düşünürəm ki, turizmi daha cazib hala gətirmək olar və çox tarix var. Məsələn, babalarımızın Zəfər və Şəhadət yolu, yəni 20 ildir bir marşrut üzərində işlənirdi. Əfsuslar olsun ki, bu Nuri Paşa, Ənvər Paşanın keçdiyi yol bu gənclərə yönəlik bir marşrut idi. Harda bayraq varsa, qəbirstanlıqda orada şəhid məzarı var. Bu da gənclərin milli vətənpərvərlik ruhunda böyüməsi üçün olduqca bir əhəmiyyətlidir və bu mövzunu daha da uzatmaq olar. Məsələn, kino turizmi indi yadıma düşdü. Dünyada çox məşhurdur. Deməli, Ruslar indi hər zaman Antalyaya gedirdi. İndi bir dənə Kapadokiya ilə bağlı bir film çəkildi, insanlar Kapadokiyaya getdi. 4 il, 5 il bundan öncə, pandemiyadan öncə Cənubi Koreyadan gələn film istehsalçıları burada bir maraqlı bir film çəkmişdi. Bir də baxdıq ki, Cənubi Koreya turistlərinin ayağı başladı açılmağa Azərbaycana və müxtəlif ölkələrdə, məsələn, Bollywoodda, digər yerlərdə, yəni Gürcüstan bizdən öndədir bu sahədə, bir də Macaristan. Ölkədə, deməli, kino sənayesinə töhfə verən, tutaq ki, həmin o xarici film istehsalçıları ölkəyə gələndə müxtəlif, deməli, ödədikləri, xərclədikləri məbləğin ƏDV geri al formasında və yaxud 18% və yaxud onun faizləri şərtidir, geri verilir. Yəni, təsəvvür edin ki, burada bir 1 milyon para qazanırsan, hələ bir 10-18 ayında dövlət sənə verir. Amma getdikdən sonra nə qalır? Həmin o məkanlar, setlər bu ölkəyə qalır. Təbii ki. Yəni yatırım. Və düşünürəm ki, indi bizim sahə olmasa da, amma turizm görürsünüz, bütün sahələrə sirayət eləyir. Və düşünürəm ki, bu sahədə də biz ortaq bir qərar verə bilərik. Məsələn, Brilliant Əl filmi, Amfibiya insan, çoxdur. Yəni belə faktları, James Bond və s. Və bu turistlər də qeyri iş günlərində, səyahət vaxtı onlar da bir, belə deyim də, biz həmişə deyirik ki, biz onların dayəsiyik, onlar uşaqdılar. Yəni, onlar daha maraqlı marşrutlar istəyirlər, daha ölkə haqqında daha çox məlumat almaq istəyirlər. Məsələn, UNESCO irsi marşrutları var ki, bunun bir dünyada xəritəsi var. Azərbaycanda da bəlli bir obyektlər bu siyahıdadır və onlar orada xəritədə ömürlərinin sonuna qədər hədəf götürürlər ki, dünyada indi bacardıqları ömür vəfa eləsə, dünyanın, yəni həyatlarının sonuna qədər bu marşrutları keçsinlər. Çində, Türkiyədə, digər ölkələrdə. Məhz bu sahədə biraz araşdırmalarımızı, tətbiqlərimizi genişləndirməliyik. Aydındır. Çox sağ olun, təşəkkür edirəm studiyamıza gəldiniz və fikirlərinizi bizimlə bölüşdünüz. Qeyd edim ki, qonağımız Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, eyni zamanda turizm mütəxəssisi Ruslan Quliyev idi və biz azad ərazilərdə turizmin imkanlarından danışdıq.